2x üstə gəl kök altında 60 kiçikdir 2 üstə gəl 2 kök altında 15 vurulsun x. X kökün altında deyil ha. Bax qarışdırmayın. İndi x'ləri bir tərəfə keçirək, ədədləri digər. 2x çıxılsın 2 kök altında 15 x kiçikdir. 2 çıxılsın kök altında 60. İndi buradan x'i çıxardırıq mötərizə xaricində. Qalır burada 2 çıxılsın 2 kök altında 10. 2 kök altında 15'i də belə yazaq Fatimə. Bax bu 2-ni keçirirəm kökün altına. Kvadrata yüksəldib yazırıq kökün altına. Nə edir onda? 2'nin kvadratı 4, 15'e də vurduq 60. Kök altında 60 kiçikdir. 2 çıxılsın kök altında 60. İndi hər tərəfi bax bu 2 çıxılsın kök 60'a bölürük x'in əmsalına. Böldük, burada qaldı x. Burada nə qalır? 2 çıxılsın kök 60 bölünsün 2 çıxılsın kök 60. 2 çıxaq kök 60 müsbət də mənfidir. Mənfidir. Mənfiyə böləndə nə olur? İşarə ikisinə dəyişir. Bunları bir-birinə böldük, eləyir 1. O zaman x böyükdür 1-dən. Yəni 1-dən müsbət sonsuzluğa. Bizdən nə istəyir? Ən kiçik tam həllini istəyir. 1-dən sonra ən kiçik tam ədəd 2. Bax, bizə bu lazımdır.